Uşaqlar, deyin görüm, açar işarələrimizi təkrarlayaq və paralel tanalıqlarımızı təkrarlayaq. Kim deyər? Ya majorda neçə işarə var? Buyur desin. İç işarəsi var, fa diez, do diez, sol diez. Əhsən, paralelin hansıdır? Rəvan desin. La majorun paraleli. La majorun paraleli, Aha. sol, fa, mi. La majorun paraleli. Paralelləri necə tapırıq uşaqlar? Üç pillə artıq gelir. Bəli, 3 bilə aşağı düşürük. Major şəndir, dağın zirvəsindədir, əhvalı yüksəlib, qalxıb dağın başına. Minor kədərlidir, əhvalı düşüb, enib dağın ətəklərinə. Düzdür? Minor kədərlidir. Ruh düşkünlüyünə düşüb dağın ətəklərinə. Major verilib, paralel minorunu tapmaq üçün nə etməliyik? Major haradadır? Dağın zirvəsində. Paralel minorunu tapmaq üçün nə etməliyik? 3 pillə düşməliyik aşağı. İndi la'dan 3 pillə düşək aşağı. La, sol, fa. Fa diyez amma. Çünki diyezli tanalıqlardır. Düzdür? İlk diyezimiz də hansıdır uşaqlar? Fa diez. Fa diyez. Əhsən. Diyez ardıcılığını sayaq. Fa diez, do diez, sol diez, re diez, la diez, mi Mi diyez diez. və si diyez. Əhsən. Bunlar 7 qardaşdılar. Böyüyündən son beşiyinə doğru. Bunların yerini dəyişmək olar mı uşaqlar? Xeyr, olmaz. Yerlərini dəyişmək olmaz. Birinci həmişə hansı olmalıdır? Böyük qardaş hansı? Adı nədir? Fa diyez. İkinci, do diyez. Üçüncü, sol diyez. Yerini dəyişə bilərik. Xeyr. Əhsən. İndi gəlin bemol ardıcıllığını sadalayaq. Ardıcıl deyək. Bemollar. Birinci bemol, Si bemol. si bemol. Mi Mi bemol, la la bemol, bemol. Bir yerdə re bemol, sol sol bemol, bemol, do bemol, fa bemol. fa bemol. Əhsən uşaqlar. Bu diyez bemol ardıcıllığını biliriksə, demək olar ki 30 tanalığın 30'u da ovucumuzun içində olacaq. Yəni işarəsiz tanalıqlarımız hansılardır? Heç bir işarəsi olmayan. Əlif, rüfətli, do major və paraleli la minor. La minor, əhsən. Do major, la minor heç bir işarəsi yoxdur bu iki tanallıq. Düzdür uşaqlar? 7 diyezli major, 7 diyezli minor neçə oldu? 2 dənə 7. 14. Yenə 7 diyezli, 7 bemollu major, 7 bemollu minor. O da neçə oldu? 14'ü 2'ye vuranda 28. Üstə gəldi heç bir işarəsi olmayan do major, la minor olur. 30 tanallığımız var. 30 tanallığımız var demək. İndi gəlin biz keçdiyimiz tanallıqların açar işarələrini təkrarlayaq. Kim deyər? 3 bemollu minor hansıdır? 3 bemollu minor qamması hansıdır? Minor tanallığı hansıdır? 3 dənə bemolü varsa hansı bemollardır uşaqlar? Si bemol, mi bemol, la bemol. Əhsən. Axırıncını bağlasa, axırıncıdan bir dənə əvvəl nə idi? Mi bemol. Bu qammamızın adıdır. Bəli. 3 bemollu major oldu, nə? Mi bemol major. Amma mən deyəsən sizdən 3 bemollu minor soruşmuşdum. Düzdür? O da onun paraleli olacaq. Hansı tanallıqdır? Yox. Əhsən, dominor. Necə tapdıq? 3 pillə aşağı. Bəli, 3 pillə aşağı düşdük. Major verilib, minoru tapmaq üçün. Yəni, konkret desək, biz artıq intervallar geçmişik. Kiçikdirsə aşağı düşürük. Nədir paralel tanallıqlar? Açar işarələri eyni olan tonikaları fərqli olan tanallıqlar. paralel tanalıqlar adı. Əhsən. Və bir-biri ilə kiçikdirsə məsafəsində yerləşən tanallıqlar, paralel tanallıqlar adlanır deyirik. Düzdür? Ona görə biz istənilən majorun 6-cı pilləsindən növbəti 6-cı pilləsinə qədər götürsək nə alınır? Onun paralel minoru. İstənilən minorun da 3-cü pilləsindən növbəti 3-cü pilləsinə qədər götürsək alınır onun paralel majoru. Əhsən. Məsələn, do majorun 6-cı pilləsi cəld. Hansı səsdir? La. La minor olacaq onun paralel minoru. La minorun 3-cü pilləsi cəld. Tez sayırıq. La si do. Tez sayırıq. Tez saymağı öyrənək. Do.
Do major olacaq ilə minorun nəyi? Paralel majoru. Major minora, minor majora paralel olur. Heç vaxt major majora paralel olar uşaqlar? Olmaz. Minor minora paralel ola bilər? Xeyr, olmaz. Günəşlə ay, gündüzlə gecə bir yerdə ola bilər? Xeyr. Heç vaxt toqquşmurlar, üst-üstə düşmürlər. Onlar necə olur? Paralel olurlar. Biri gələndə biri gedir. Bərabər, eyni, paralel. Demək, not sətrimizin də xəttləri necə çəkilir? Paralel çəkilir. İndi deyin görüm, kvadrat minorun neçə işarəsi var? Buyur. 3 işarəsi var. Fadiz do diez, sol diez. Aha, paraleli hansıdır əli desin? Fa diez minor. Bəli. Fa diez minorun paraleli Nəyidir? Tapmaq üçün. 3 pillə mənim yuxarı çıxır. Əhsən. Qalxaq. Fa diez, sol diez, Diyez nə saymayaq? Adi. fa, sol, la. Demək, fa diez minorun paraleli olacaq? La major. La major. Təşəkkür edirəm. Hər ikisinin də neçə işarəsi var? 3 işarəsi var. Fa diez, do diez, sol diez. Yaxşı. Bəs kim deyər 4 bemollu minor hansıdır? 4 bemollu minor. Rəvan desin, rəvan desin, rəvan. Məndən ünlü Minor hansıdır? mən sayma si, Si bemol, mi bemol, la bemol, re bemol. Ay sağ ol. birisini çıxırıq məndən qalır ya bemol. Nə? La bemol major. Major, minor. Mən nə sual verdim uşaq? Minor. 4 bemollu minor. La bemol majoru tapdın, əhsən. Amma mən minoru o majora aiddir, o qayda. Asan yolu. Amma minoru da, paralel minorunu da tez tapa bilərsən, yaxşı. La bemol majorun paraleli nədir? La major paralel mənə 3 pillə aşağı düşürük. Aha, tez. La, sol, fa. Nə? Fa minor. Ay sağ ol. Demək, la bemol major, fa minorun neçə işarəsi var uşaqlar? 4 hansılardır? Si bemol, La bemol, re bemol. Yaxşı. Mən tutaq ki, deyirəm, re minorun neçə işarəsi var? Minoru, qamanın adını deyirəm, siz işarələri deyin. 1 işarəsi var. Si bemol. Si bemol. Əli, paraleli nədir re minorun? Re minorun paraleli si, Özü tapacaq, diqqətli ol. Minordur ya, minor aşağıdadır. sol, fa, Fa major, fa major. Neçə işarəsi var? 1 işarəsi Var, si bemol. Aha. Mən kanallığı dedim, siz açar işarə. İndi mən deyirəm, 2 diyezli minor hansıdır? Mən işarə deyirəm, siz kanallığı tapırsınız. Əvvəl kanallıq dediyim işarəni tapdınız. İndi işarəni deyirəm, siz kanallığın adını deyirsiniz. 2 işarəli, bəli, 2 diyezli minor, si minordur. Hansı işarələri var? Fa diez, Fa diez, do diez. Paraleli nədir? Do major, re major. Re major. Paraleli re major. Yaxşı. Mi majorda neçə işarə var? İndi kanallıq deyirəm, açar işarələrini deyirsiniz. Mi majorda neçə işarə var? 4. Hansılardır? Fa diyez, do diyez, sol Diyez, diyez, re diyez. Əhsən rəvan. Paraleli nədir? Əli desin. Mi majorun mi paraleli. majorun paraleli Do diez. Diyez. Diyezli kanallıqca hamısına diyez deyəcək. Do da tapsaq do diyez deyəcək. Yaxşımı? Aşağı kiçiltərsə doya yox, do diyezə düşürük. Ona görə. Do diyez minor. Doğru. Bəs 4 bemollu minor hansıdır? Rüfət desin. 4 bemol var. Si bemol, mi bemol, la bemol, re bemol, la bemol. Majordur. Amma mən minor soruşdum. Minor soruşdum. Minorsa Aha, la bemol majorun paraleli nə olacaq? majorun paraleli Olacaq. olacaq. Necə tapırıq? 3 pillə aşağı düşməli. Tez say. Sol, fa, Fa minor, ay sol, əyir. Amma bunları yaxşıdır, fikirləşə tapırıq. İndi gəlin, baxın fa diez, birinci diez ardıcılığımızdır. Düzdür, 5 dənə sayaq yuxarı tez. Fa diez, do Fa diez. diyezdirsə, fa sol, la, si, do. Bu fa diyezdirsə, alınan da nə olacaq? Do diyez. Xalisin xalislik qanunu nədir uşaqlar? Xalis ona görə xalisdir ki, alterasiyası səs veririk, alterasiyası səs alırıq. Yəni, do versəm, sol alınacaq, kvinta, düzdür? Do diyez versəm, sol diyez alınacaq. Do bemol versəm, Sol bemol. sol bemol alınacaq. Do dubl diyez versəm nə alınar? Sol do diez. Sol dubl diyez alınar. Aktiv iştirak edin, səsinizi eşidim, ürəyinizə deməyin.
do double bemol versəm, Sol sol double bemol alınar. Düzdür uşaqlar? Yalnız fa və si səslərində xalis kvarta, kvintada nə olur uşaqlar? İstisna hal olur. Yəni, yalnız orada ton saymağa ehtiyacımız olacaq. Düzdür? Yalnız hansı səslərdə? Fa və si. Xalis intervallarda istisna haldır. Orada, çünki 3 qara dil var deyə, orada istisna hal yaranır. Aydındır uşaqlar? Belə. Demək, indi mən tanallıqlar dedim, siz açar işarəsini dediniz. Mən açar işarəsi dedim, siz tanallıqları dediniz. Dedim, misal üçün, 2 diyezli minor hansıdır, 3 bemollu major hansıdır. Siz qammanın adını dediniz. Mən qammanın adını dedim, açar işarəsini dediniz, eyni zamanda paralellərini dedik. Düzdür uşaqlar? İndi belə bir qaydada soruşuram. Sonuncu açar işarəsi rediz olan tanallıqlar hansılardır? Tez sayırıq redizə qədər açar işarələrini. Gəl. Fa diyez, Fa diyez, do diyez, sol diyez, re diyez. Neçə işarəli qammadır? 4. Aha, re diyez sonuncu açar işarəsi. Sol diyez. Yox, re diyez sonuncu açar işarəsidir. Baxırıq uşaqlar re diyezin sağına. La diyez. Re diyezin sağındakı notu nədir? Qonşusu. Sol mi, Re diyezin sağı. mi, A, sol, mi. Ona major deyirik sağına. İndi re diyezin soluna baxırıq. do mi, do mi. Do deyirik. Do mi. Diyezin tanallıqlarından. Bu re diyezdirsə uşaqlar, onlar diyezlə olacaq. Do diyez. Çünki re diyez 4-cü diyezdir. Fa diyez, demək do diyez də var orada, demək sol diyez də var orada ki, bu re diyezdir. Düzdür uşaqlar? Ona görə aşağı deyirik, re diyezdən aşağı nədir? Re diyezin sağı oldu mi, buna mi major dedik. Re diyezin solu oldu Do diyez minor. do diyez minor. Əhsən, demək sonuncu açar işarəsi re diyez olan tanallıqlarımız hansılardır? Mi major, Mi do major, diyez minor. do diyez minor. Əhsən uşaqlar. Və tez açar işarə bu ancaq diyezli tanallıqlara aiddir. Necə? Baxın, istənilən major diyezli major tanallığının növbəti açar işarəsi əmələ gəlir qammanın 7-ci pilləsində. Re diyezdə 7-ci pillə olduğuna ondan yarım ton qalxırıq, miyə düşürük. Bir pillə qalxırıq, 7 gündən sonra 1-ci gün gəlir, düzdür? Bir dənə qalxırıq, tez tapırıq qammanın tonikasını, qammanın adını tapırıq, düzdür uşaqlar? İstənilən diyezli minor qammalarında isə növbəti açar işarəsi əmələ gəlir qammanın 2-ci pilləsində. Ona görə re diyez 2-dirsə tez 1-i tapırıq, do diyezi tapırıq, deyirik do diyez minorda. Aydındır? Bütün qammalarda belədir. Məsələn, mi minorun 2-ci pilləsi nədir uşaqlar? Tez. Sol Mi, fa nə? Fa. diyez. Diyez. Demək, fa diyezdən bir dənə aşağı düşsək, açar işarəsi, sonuncu açar işarəsi desək, fa diyez, hə? Sonuncu deyəndə əmələ gələn, qammada əmələ gələn açar işarəsi. Bir dənə işarə var da. Ona görə buradan sonuncu deyə bilmirik. Fa diyezdən bir dənə əvvəl, bir əvvəl, mi minor. Re diyezdən bir dənə əvvəl, do diyez minor. Sol diyezdən bir dənə əvvəl, Fa diyez. fa diyez minor. Əhsən, sonuncu açar işarəsi sol diyezdirsə, hansı tanallıq olacaq? Fa diyez minor. Sonuncu açar işarəsi la diyezdirsə, Sol diyez. sol diyez minor. Əhsən, sonuncu açar işarəsi re diyezdir, Do diyez. do diyez minor. Sonuncu açar işarəsi sol diyezdir, Fa diyez. fa diyez minor. Sonuncu açar işarəsi aydın oldu bu sizə? Əla. İndi sonuncu açar işarəsi re diyezdir, majoru deyin. Hansı majordur? İndi sağına baxırsınız. Mi major. Mi major. Sonuncu açar işarəsi fa diyezdir, Sol diyez. sol major. Sol major. Sonuncu açar işarəsi sol diyezdir, La major. la major. Sonuncu açar işarəsi la diyezdir, Si major. si major. Sonuncu açar işarəsi re diyezdir, Do mi, mi sağına major. baxırsınız. Mi major. Mi major. Ancaq majorlardırsa ancaq majorlardır. 7-də ancaq majorlardır. Sonuncu açar işarəsi do diyezdir, re major. Əhsən. Re majorda neçə işarəsi var? Sonuncu işarəsi do var. diyezdirsə ardıcıllıqları sayaq. Fa Fa diyez, diyez, do do diyez. diyez. Aha, çatdıq. Demək, 2 işarəli tanallıqdır. Aydın oldu uşaqlar. Belə də asan yollarla. Misal üçün, si bemol majorun neçə işarəsi var? Açar işarələrini sayırıq. Si bemol, birini də artıq deyirik. Qamma adından birini artıq deyirik. Mi bemol. Mi bemol majorda neçə işarə var uşaqlar? Sayırıq.
si bemol, mi bemol, la Birində bemol. artıq deyirik, orada 3 işarəli tanalıq. Aydındır? La bemol majorda neçə işarə var uşaqlar? Si bemol. Si bemol, mi bemol, la bemol çatdıq qammanın adına. Birində artıraq Re bemol. re bemol. Əhsən. Aydın oldu. Ona görə bax diyez bemol ardıcılığını biliriksə 30 tanalıq. 30-unu da yaxşı bilmiş oluruq. Bu aydındır uşaqlar sürətli bir şəkildə. İndi keçirik harmonik halq işarələrini. Harmonik halq işarələrini hələlik minorda soruşuram və biz bugün sizlə keçəcək majorun 3 halını. Uşaqlar, ümumiyyətlə ladlar neçə halda olur? 2 al. 3 halda olur. Hansılardır? Natural. Harmonik melodik. Və melodik. Əhsən, təşəkkür edirəm. Natural, harmonik, melodik. Uşaqlar, əslində bir dənəsi də var. Onu lap yuxarı siniflərdə keçəcək. Xromatik hal. Buna xromatik qamma deyilir. Amma o müstəqil qamma deyil. O sadəcə necə majorun 3 halı var, majorun minorun, eləcə də xromatik halı da var. O da xromatizm bilirsiniz də eyni səsin adını çəkərək zilləşdirib bəmləşdirəndə olur. Do, do diyez, do bemol, re diyez, re bemol. Bunlar nədir? Xromatizmdir. Aydındır? Demək, qaydaq mövzumuza 3 halı. Bildik ki, xromatik o da bir haldır. Müstəqil qamma deyil. Sadəcə qammanın necə 3 halı var, o da hallarından biridir. Bəzən hər yerdə xromatik qamma yazılır, amma xromatik haldır, o da haldır. Bunun kimi onun bir halıdır, müstəqil deyil. Bu da belə. İndi qaydaq 3 halına. Minorun 3 halı. Natural halda nə baş verir minorda? Əli desin. Natural halda minorda. Natural halda heç bir dəyişiklik olmaz. Əhsən. Natural halımız uşaqlar təbii haldır. Çox sağ ol. Əyləş. Natural halımız təbii halımızdır. Evdə biz təbii halda oluruq. Heç bir dəyişiklik olmur, amma dərsə, işə gedəndə hər hansı bir bəzək əşyası taxırıq. Düzdür uşaqlar? Fərqli geyimlərdə oluruq. Biz idman zalına, toya, hər yerə fərqli geyimlər giyinirik. Düzdür? Amma evdə ən rahatı nədirsə, natural, təbii halımızda oluruq. Natural halda heç bir dəyişiklik olmur. Nə majorda, nə minorda uşaqlar. Majorun misal üçün do majoru yazsaq biz 3 halda, natural halında necə yazacaq do majoru? Do major. Asıl deyin tez-tez yazın. Do, re, do, Aha, do, re, mi, fa, sol, la, si, do. Əhsən. Bu oldu bizim natural halımız. Düzdür uşaqlar? Əla. Oldu bizim natural halımız. Bəs minorda harmonik halda nə baş verir uşaqlar? Kim deyər? Rüfət desin. Rəvan desin. Rəvan. Harmonik halda 7-ci pillə zilləşir. Əhsən, qammanın 7-ci pilləsi ən yüksək. Qammanın neçə pilləsi var uşaqlar? 8 səsi var, amma neçə pilləsi? 7. Çünki funksional baxımdan, yəni funksiya nədir? İcra etdiyi iş, gördüyü vəzifə, öhdəliyi, onun borcu nədirsə, necə valideynin borcu övladının qayğısına qalmaqdır, müəllimin borcu dərsini keçməkdir, öyrətməkdir, gözəl şəxsiyyətlər yetişdirməkdir. Həmçinin onun borcu, hər bir pillənin özünün öhdəliyi var, yerinə yetirdiyi funksiya, iş var, gördüyü bir, icra etdiyi bir iş var. Bu 7 pillənin hər birinin öz vəzifəsi var. 8-ci səsi isə səs baxımından təkrarı olmasa da, funksional baxımından necə həftənin 7 günü var uşaqlar? 7 gündən sonra yenə nə gəlir? Birinci gün gəlir. Bu birinci gündə, bu birinci pillədir. Adı nədir? Birinci pillə nə adlanır? Qammanın birinci pilləsi? Tonika. Tonika adlanır. Əhsən. Do majorda doğrudur, do adlanır. Amma qammanın birinci pilləsi nə adlanır uşaqlar? Tonika adlanır. Bəli. Demək, qammanın ki 7 pilləsi var. Axırıncı nədir? Axırıncı mərtəbəsi, 7 mərtəbəli binadır da, düzdür. 7-ci mərtəbəsi nədir? Ən yüksək mərtəbəsidir də, düzdür. Bu do səs baxımından bunun təkrarı olmasa da, pillə baxımından bu da dodur, o da dodur. Bu da birinci pillədir, bu da birdir, tonikadır ikisi də. Düzdür uşaqlar?
Amma ki 7 pilləsi var. 7-ci pillə yarım tonda zilləşir, əhvalı yüksəlir. Minordur, minor kədərlidir, həzindir, qəmlidir, düzdür? Amma bəzən şənlənir, düzdür? Harmonik halda insan var ki, misal üçün, daim misal üçün əhvalı biraz lirikdir, belə deyək də, biraz kədərli olur əsasən. Amma o da şənlənir, düzdür? 7-ci pillə, ən zil pilləsi yarım tonda yüksəlir minorda, harmonik halda. Olur nə? Harmonik minor. İndi gəlin, lə minorun tez cəld harmonikalarını deyib. Lə minorun harmonikalı cəld. Sinlər. Yox, 7-ni necə tez tapırıq uşaqlar? Bir plaşkalar. Ay, sağ, 7 dənə qalxmaq çətindir. Bir dənə tez düşürük. Lə minorun 7-ci pilləsi. Sol zilləşdirən işarə. Sol diyez. Diyez, sol zilləşir olur. Sol diyez. Lə minorun harmonikalı sol diyez. Si minorun harmonikalı cəld. La diyez. La diyez. Sol minorun harmonikalı Fa diyez. fa diyez. Mi minorun harmonikalı Re diyez. Re minorun harmonikalı Do diyez. Do minorun harmonikalı Si diyez. Burada diqqətli olaq. Do minorun neçə işarəsi var? İşarəsi. Do minor, major demirəm. Do minorun. Bir şarkı. Do minorun. 4. Do minor. Do minor. Do minor. Neçə işarəsi var? Minorlarda uşaqlar növbəti açar işarəsi əmələ gəlir qammanın 6-cı pilləsində. 6. Do minorda hansı səsdir? 6. Do minorda 6. La. Amma olacaq la bemol. İndi açar işarələri sayaq. Si bemol, mi bemol, la bemol. Neçənci işarədir? Demək, do minorun 3 işarəsi var. Demək, nə hansı işarəsi var? Si bemolu var. Zilləşəndə yarım ton nə olur uşaqlar? Si bemol. Bemol. Si bemol zilləşir nə olur? Yarım ton zilləşir. Təmiz si-ni götürə bilmək üçün əhsən nə deməliyik ki? Si bekar. Əhsən, si bekar ləğv etməliyik ki, si bemoldan sonra yenə bir dənə də si yazsaq, o si bemol kimi elə çalınacaq. Amma təmiz si çala bilmək üçün bekar işarəsindən istifadə edirik, ləğv edirik, düzdür? Do minorun harmonikalı si bekar. Fa minorun harmonikalı Mi bekar. mi bekar, əhsən. Aydın oldu uşaqlar? Re minorun harmonikalı. Do be. Yox, orada do diyez. Orada do bemol yoxdur. Nə də do diyez yoxdur. Do var, o da zilləşir olur do diyez. Demək, diyez zilləşəndə olur nə? Do diyez. Diyez zilləşsə nə olar? Bekar. Yox. Do diyez zilləşsə. Do diyez. Baxın, uşaqlar, diyez yarım ton zilləşdirən işarədir. Evet. Bəs bizə bir ton zilləşdirmək lazımdır ki, diyezdən də biraz da zilləşsin də. Double diyez. Əhsən. Do diyez zilləşsə olacaq? Double diyez. Do double diyez. Re diyez zilləşsə? Re double diyez. Demək, diyez zilləşəndə olur double diyez. Düzdür? Bemol zilləşəndə olur. Double bemol. O bəmləşəndə olur uşaqlar. Bemol zilləşəndə olur. Bekar. Bekar zilləşəndə olur. Diyez. Diyez. Yəni alterasiyası səs zilləşdirsə diyez olur. Do zilləşsə olur do diyez. Diyez də zilləşəndə olur. Double diyez. Do double diyez olur. Əhsən. Double bemol zilləşsə olur. Bemol. Əhsən. 2 dənə bemol deyil. Bemolun birini atırıq, biri qalır. Do double bemol. Double 2 qatı deməkdir. 2 dənə bemol var içində. Zilləşəndə nə olur? Bemol. Bir dənə bemol. Bemol zilləşir. Bekar zilləşir. Diyez zilləşir. Double diyez. Aydındır uşaqlar. Bəs indi bəmləşmə görək. Həmişə mi bemoldur? Bəmləşmə xeyir. Si bemol, demək, zilləşmə də həmişə diyez deyil. Si bemol zilləşdi oldu si bekar. Düzdür? Mi bemol zilləşdi fa minorda oldu mi bekar. Bəmləşmə görürsünüz bekar oldu. Bəmləşmə həmişə diyez deyil. Hətta bemol ola bilər. Əgər double bemolu zilləşdirirsə, bemol olacaq. Bemolu zilləşdirirsə, bekar olacaq. Bekarı zilləşdirirsə, diyez olacaq. Diyezi zilləşdirirsə, double diyez olacaq. Həmçinin də bəmləşmə uşaqlar. Double diyezi bəmləşdirsək nə olacaq? Bemol. Yox. 2 dənə diyez var double diyezdə. Birini atırıq. Double diyezi bəmləşdirsə, Diyez. diyezi bəmləşdirsək. Bekar. Əhsən, baxın. Bəmləşmə burada bekar oldu. Bekarı bəmləşdirsək,
Bemol, bemolü bəmləşdirsək olacaq double bemol. Əhsən, aydındır uşaqlar. Həmişə zilləşmə diyez deyil, həmişə də bəmləşmə bemol deyil. Görürsünüz, bütün işarələr ola bilər. Ona görə biz zilləşməni üstəgəllə, bəmləşməni isə çıxla qeyd edirik. Doğru? Yaxşı. Bir də təkrar qaydan soruşum. Sol minorun harmonikalı? Sol minor. Fa diez. Aha, cəld deyirik. Fa diez. Sol minorun harmonikalı? Fa diez. Fa diez. La minorun harmonikalı? Sol diez. Sol diez. Si minorun harmonikalı? La La diez. Re minorun harmonikalı? Do diez. Mi minorun harmonikalı? Re diez. Re diez. Do minorun harmonikalı? Si bemol. Diqqətli olaq. Si bemol açar işarəsidir. Si. Si bemol. Fa minorun harmonikalı? Mi bemol. Mi bemol. Əhsən. Aydındır uşaqlar. Evet. Bəs la minorun melodikalı desək, cəld harmonika deyil. Fa diez, sol diez. Əhsən. Sol diyez əgər harmonikadırsa, bir dənə də aşağı düşürük. 6 da zilləşir axı. Evet. Melodikalda nə olur? Kim deyər? Altıncı ve yedinci sırada yarıda zilleşir. Qamma yuxarı gedər. Mən 6 gəldim. getdi. Əhsən. La minorun melodikalı tez. Mi diez, La minorun. fa diez, sol diez. Fa diez, sol diez. Si minorun harmonikalı. Sol diez. Sol Sol diez deyəcəksiniz. Əhsən. Mi minorun harmonikalı. Do O diez. üzrə melodikalı. Mən harmonik deyirəm, melodik. Do diez, re Yaxşı ki, diez. düz başa düşürsünüz, melodikalı. Artıq melodika keçdik də, melodika təkrarladıq. Bir də soruşam. La minorun melodikalı. Fa diez, sol Fa diez, diez. sol diez. Si minorun melodikalı. Sol diez, la diez. Sol diez, la diez. Mi minorun melodikalı. Do diez, re Do diez. diez, re diez. Re minorun melodikalı diqqətli olaq. Si bemol, do diez. Sən si bemol, do diez. Do minorun melodikalı. La diez, si bemol. La diez yox. La bemol, sol diez. Əhsən. La La bika, si beka. si beka. Aferin. Çünki neçə işarəsi var? Yo, üç. 3. Hansılardır? Si bemol, Si bemol, la mi bemol, bemol. la bemol. La bemolü var, si bemolü var. Ona görə nə olur? La bika, si beka. Əhsən. Aydındır uşaqlar. Bu bizim melodik hallarımız oldu. Harmonik hallarda təkrarladıq melodik hallar. İndi gəlin baxaq majorun 3 halı necə olur. Majorun 3 halı. Natural halda uşaqlar heç bir dəyişiklik olmur. Harmonik halda yazaq bura harmonik. Yedinci pillay. Yox qızım, o minora aiddir. Biz bugün majoru keçirik, majoru da keçirik. Majorun harmonik halını keçirik. Baxaq indi majorda nə baş verir. Baxın uşaqlar, biz dedik ki minorda, minor qəmlidir, amma 7-ci pilləsi zilləşdi, şənləndi. 6 da 7 də zilləşdi, biraz da elə bil ki toya gedir, bayrama gedir, şənliyə gedir, biraz da əhvalı yüksəldi, düzdür? Evə qayıtdı, təzədən minor natural halına aldı, düzdür uşaqlar? Majorda da belədir uşaqlar, majorda şəndir. Bəzən amma kədərlənə bilir. O da düşür 6-cı pilləsinə. 6-cı pillə nə olacaq? Yarımdan bərləşəcək. Əhsən, kədərlənirsə bəmləşəcək. Amma şənlənirsə Diyezlər. zilləşir. Minorda zilləşir, majorda isə bəmləşir. İndi siz deyin, mən yazım. 6-cı pilləsi cəld hansı notdur? Tez. Altıncı pillay la. La. Əhsən. Bəmləşmə işarəsi La bemol, bəli, olacaq la bemol. Demək, do majorun harmonikalı nə olacaq uşaqlar? La bemol. Baxırıq, baba, la bemol. Yazdıq böyük və bu oldu nə? Majorumuzun harmonikalı. Nə baş verdi? 6-cı pillə nə oldu? Bəmləşdi. Onu da çıx işarəsi ilə, bemol işarəsi ilə diyezlə qeyd eləmirik. Nə zilləşmə, nə bəmləşməni, nə də ki, Allah bağışlasın. Aha. Demək, bəmləşməni biz necə qeyd edirik uşaqlar? Çıx işarəsi. Çıx işarəsi. 6 bəmləşir olur nə? La La bəmləşir olur nə? La bemol. Əhsən. Çətin deyil ki. İndi gəlin re majoru bəmləşdirək. Re majorun 6-cı pilləsini cəhd tapaq. Hansı səsdir? Do. Si bemol. Əhsən. Re majorun harmonikalı olacaq. Si bemol. Si bemol. Si-ni tez tapdı. Re do si. Hə? 1, 7, 6. 3 pillə tez saydı aşağı. Si bemol. Və yaxud da re'dən birbaşa uşaqlar aşağı böyütlərcə götürür. Re'dən si bemol. Re majorun harmonikalı si bemol. Do majorun harmonikalı La bemol. la bemol.
Mi majorun harmonikalı o biraz çətin olacaq. Hələ ki asadlarını verim. La majorun harmonikalı o da biraz çətin olacaq. Bak. Bemollara keçək. Si bemol majorun harmonikalı Mi bemol. yo aşağı. Si, la, sol. Ama sol bemolla deyil. Düzdür? 3 pillə sayırıq. Böyük tərsi götürürük də si bemoldan aşağı. Si bemolun harmonikalı olacaq. Sol bemol. Əhsən. Re majorun harmonikalı olacaq. Si bemol. Si bemol. Do majorun. La bemol. Si majorun. Sol. Aha. Sol bekar. Bekar olacaq. Çünki hələ düzdür keçməmişik si majoru 5 işarəli tonallıqda. Sol diyezi var ki, böyük tərçəsi sola düşür, sol bekar olacaq. Əhsən. La majorun harmonikalı. Fa bekar. Əhsən, fa bekar. Çünki fa diyezi var, bəmləşir olur fa bekar. Çünki la'dan aşağı böyük tərçə. Sol majorun harmonikalı. Mi bemol. Mi bemol. Əhsən uşaqlar, mi bemol. Nə qaldı? Mi bemol majorun harmonikalı. Do. Do öz notudur. Bəmləşir yarım. Do bemol. Do bemol, bəli. Mi bemol, do kiçik tərçədir uşaqlar. Mi bemol, do bemol böyük tərçədir. Düzdür? Mi bemol major harmonikalı olacaq? Do bemol. Do bemol. Əhsən uşaqlar. Afərin. İlk dərsdən maşallah nə qəşəng cavab verdiniz. İndi bir dənə çaşdıracağam. Fa diyez minorun harmonikalı gəl. Fa diyez minorun. Re. Yo. Minorda hansı pillə idi? Dedim axı çaşdıracağam, majordan minora keçdim. 7. Tez mi fa diyez minorun 7-sini tapırıq? Mi. Mi ama zirləşdiririk. Mi. Mi diyez. Fa diyez minorun harmonikalı? Mi diyez. Do diyez minorun harmonikalı? Re. Si bekar. Si. Si notudur. Si. Yox, si nə olacaq yarım ton zirləşəndə? Si değil. Si diyez. Aşağı kiçik sekundadır uşaqlar. Do diyezdən aşağı kiçik sekunda olur, si diyez. Düzdür? Ay sağ ol. Bu da oldu majorun, minorun harmonik halı. İndi gəlin, baxaq görək. Baxın, görürsünüz major şəndir, amma harmonik halda nə oldu? Bəzən insan kədərlənə də bilər. Düzdür, kədərləndi. Birazca bax burada. Minorlaşdı, belə deyək də, hə? Minorlaşdı. İndi gəlin, baxaq görək, melodik halda. Melodik halda nə baş verəcək uşaqlar? Melodik halda minorda nə olurdu uşaqlar? 6. ve 7. pileler yan toz iyileştirir. Yuxarı gedir. Yuxarı. Amma aşağı Bərləşir. necə qayıdırdı? Natural. Natural. Amma majorda yuxarı natural gedir. gedir melodik halda. Bura baxın. Rüfət, gözüm burada olsun ki, fikrində görmə yaddaşı ilə də yazın. Eşitmə yaddaşı ilə də. İndi müəyyən tapşırıqlar edəcək. Hər iki yaddaşına da hər şeylə yazın. Yaxşı, yəni gözlə də baxın bura. Burada olsun bütün diqqətiniz. Mərtəbələr qururuq. Yəni hər şeyi çalışın, bütün yaddaşlarınızı işə salın. Demək, yuxarı natural gedir. Eyni bax bunun kimi do, re, mi, fa, sol, la, si, do. İndi görün necə qayıdır. Bəzən bir damcı yox, biraz çox kədərlənir. Major geri qaydanda. Onda da olur do. 7-də bəmləşir uşaqlar. 7-si əhsən si-də olacaq si bemol. 6-da bəmləşir uşaqlar. Bəli, la bemol. Sol, fa, mi, re, do. Aydın oldu sizə uşaqlar? Əla. Deməli, 7-də bəmləşir, bax aşağı qaydarkən. Melodik halda. Qammanın 7-ci bəmləşməni çıxla göstərdik. 6-da bəmləşir. Bunu da çıxla göstərdik. Aydın uşaqlar? Aha. Do majorda olacaq nə? Do, geri qaytaraq. Si bemol, la bemol. Oldu onun melodik halı. Əhsən, elə bil bir tonlarla gedir. Do'dan böyüsük. Bunda bir ton, si bemoldan da aşağı bir ton. Düzdür uşaqlar? Do, si bemol, la bemol. Do majorun melodik halı. Si bemol, la bemol. Əhsən. Re majorun harmonik halı. Do bemol, si bemol. Do bekar, si bemol. Əhsən, çünki fa diyez, do diyez var axı. Do diyez işarəsi var açarda, düzdür? Re'dən də bir ton ara düşəcək do bekara. Do'dan da bir ton aşağı si bemol. Re majorun harmonikalı, do bekar, si bemol. Si bemol majorun harmonikalı uşaqlar. La bemol. La bemol, Sol bemol. sol bemol. Afərin. La bemol, sol bemol. Mi majorun harmonikalı uşaqlar. Nidən bir ton aşağı? Re bemol. Amma mi majorun neçə işarəsi var? İç.
Yox. 4 ay sonra 4. Hansılardır? Si Bemol, bemollu deyil. Fa diyez. Fa diyez, sol diyez, sol diyez, re diyez. Demək re diyez var, do diyez var. Mi majorda aşağı gedəndə nə olacaq? Re bekar, do bekar. Əhsən uşaqlar. Aydındır. Si majorun melodikalı nə olacaq? Keçməmişik amma tonunu qurmağa nə var ki? Si majorun harmonikalı. La, Melodikalı aşağı. La bekar, sol bekar. Əhsən. Bəs sol majorun harmonikalı nə olacaq uşaqlar? fa bekar, Fa bekar, mi bemol. mi bemol. Əhsən. Halal olsun sizə. Alqışlayıq özümüzü. Çox bəyəndim. Aferin uşaqlar. Əhsən sizə. İlk dərsdən, ilk dəfədən nə qəşəng cavab verdiniz. Adi məntiqdir. Qaydasını bildiksə, tez onları harmonikında, melodikında cəhd deyəcəyik. Hər bir şeyin. Özü də majoru aşağı deyirik. Deyəndə əvvəl 7-6. Ardıcıl deyirik də do, si bemol, la bemol. Do majoru melodik alını soruşanda si bemol, la bemol. Aydındır uşaqlar. Əla. Bu oldu bizim majorun 3 halı. Majorun natural halda nə baş verir uşaqlar? Majorda heç bir dəyişiklik olmur. Harmonik halda. Altı tiplə yarım ton dərinləşir. Əhsən, melodik halda Yuxarı gedərkən heç qamma, natural gedir, natural halda olur. Aşağı Aha. aşağı gedərkən A7 və 6 tiplələr yarım ton dərinləşir. Əhsən uşaqlar, qaydalarını da özünüz açıb dəftərə indi yazacaqsınız. Və not dəftərlərimizi açaq, bütün keçdiyimiz qammaları 4 işarəyə qədər qammalar keçmişik, düzdür uşaqlar. Bunların hamısını, hər birini yazırıq not dəftərimizə. Not dəftərimizdə daha doğrusu işləyirik. Majorun 3 halını. Və intervalları təkrar, bunu işləyib sonra intervallarımızı da təkrarlayarıq. Davam edərik.